Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Biz davam edirik Dövlət İmtahan Mərkəzinin DİM nəzəriyyəsindən və proqramlaşdırma bölməsinin mövzu izahları ilə bağlı. Ümumiyyətlə bu videoda 15-ci bölmə və proqramlaşdırma ilə bağlı olan bütün məqamları diqqətinizə çatdıracağam. Ümumiyyətlə sinif dərsliyinə yola çıxsaq 5-ci, 6-cı, 7-ci, 9-cu, 10-cu sinifləri əhatə eləyən bu web haqqında danışaq. Nədir web? Biz deyirdik ki, internet xidmətidir, dünya hörmüçək torudur. World Wide Web, dünya hörmüçək toru bir internet xidmətidir. Biz ona qısaca web deyirdik. Web nələrdən ibarət idi? Web saytlardan, web səhifələrdən, web səhifələr isə hipermətnlərdən, hiperistinadlardan ibarət idi. Hipermətn nə idi? Başqa bir mətnə edilmiş istinad idi, keçid idi. Müasir dövrlə sözü ilə desək, hipermətn linkdir. Hansı ki, bir-birimizə göndəririk, istər WhatsApp linki, istərsə YouTube və s. digər Google-da baxdığımız hər hansı bir şəklin linki fərq etməz. Link keçid olunmuş, belə deyək, hər hansı bir istinaddır. İstinadın, yəni müasir hipermətn adı linkdir. Hipermətni ilk dəfə Ted Nelson yaradıb. Biz başlayırıq hipermətnlərin ümumiyyətlə web layihələrin hazırlanma mərhələsinə. Ümumiyyətlə web layihə necə hazırlanır? 6 mərhələdən ibarətdir. Birinci mərhələmizin adı layihələndirmədir. Mən burada bəzi məqamları sizin diqqətinizə çatdıracağam. Bircə saniyə onların altını xəttləyəcəm. Siz bunları qeyd kimi götürün. Layihələndirmə, layihə ümumiyyətlə layihə meneceri tərəfindən həyata keçirilir. Layihələndirmədə texniki tapşırıqlar verilir. Texniki tapşırığın verilməsi, dolğun, doğru hazırlanması ümumiyyətlə layihələndirmə mərhələsindən asılıdır. Dizayn nədir? Dizayn hazırlanma mərhələsi dizayner həyata keçirir. Texniki tapşırıqdan irəli sürülən ideya əsasında səhifənin eskizləri hazırlanır. Maketin qurulması əsasən HTML və ya CSS sistemlərində digər, belə deyək, səhifənin maketin proqramçı koder tərəfindən yaradılır. Sonra servis ümumi verilənlər proqramlaşdırılır. Bununla bu formaları kodlaşdırmaq üçün proqramçı məşğul olur. Saytın nəşr materialının təqdim edilməsi, belə deyək, idarəetmə panelinin köməyi ilə proqramlaşdırmadan heç nə bilməyənlər də sayta müəyyən bir məlumatı yerləşdirə bilər. Nəşr hazır konstruksiyaya yerləşdirilən materialdır. Müşahidə isə sonda bizim, belə deyək, göstərdiyimiz texniki dəstəyin təbliğ olunmanın fərqi yoxdur. İstənilən halda aldığımız dəstəkdən yerinə yetirdiyimiz bu bir neçə mərhələdən irəli gələrək saytın belə deyək, hazır versiyasına baxmaqdır. Yadda saxlamaq lazımdır ki, saytın görünüşü müasir dövrlə uyğunlaşmalıdır, diqqət çəkən olmalıdır, görünüşü içindəkindən daha çox maraqlı olmalıdır ki, bizim saytımız daha çox baxış əldə etsin, izlənmə bir sözlə. Saytın mərhələləri də burada, mərhələləri ardıcıl hər biri özündən əvvəlki mərhələlə asılıdır. Layihələndirmə dizayndan, dizayn maketdən, maket proqramlaşdırmadan, proqramlaşdırma nəşrdən, nəşr müşahiddən asılıdır. Saytın yaradılmasına məqsəd nə ola bilərdi? Belə bir sual ünvanlanıb burada. Bəzi şirkətlər internetdə qazan mənbəyi kimi baxır, hansı ki, gəlir, malların, xidmətlərin satışından, geyim, digər məhsullar da ola bilər. Bir çox şirkətlər internetdə layihələr, öz mal xidmətlərinin yenə də reklam olunması gəliri əldə edir. Bəzən isə belə bir material da deyim ki, istifadəçi mütəmadi olaraq sayta aid olduğu şəxs, şirkət, qurum və s. onunla bağlı informasiya çatdırır. Məsələn, universitetlər, Azərbaycan şəhərləri, bəzi dövlət qurumları, təşkilatı hazırlanmış bu saytlar ki var, onlarda sadəcə informasiya xarakterli olur. Yaxşı, web səhifələr, web saytların yaradılma üsulları var. Biz birinci növbədə bilməliyik ki, web səhifəni, web saytı hazırlamaq üçün bizə mütləq mətn redaktoru lazımdır. İstər mətn redaktoru, istər mətn prosesorları, istərsə də xüsusi proqramlar var ki, hansı ki, HTML redaktorlarında biz onlardan istifadə edirik. Ən sadəsi Notepad, WordPad, mətn redaktorlarından OpenOffice.org, Writer, Microsoft Word,
HTML redaktorlarından VS Code, Sublime Text və sair belə deyək. Bir də var hazır platformalar, konstruktorlar. Wix-dir, WordPress-dir, ucuzdur. Bu üçlüyün adını yadınızda saxlamaqda fayda var. HTML-də veb səhifənin başlanğıc səhifəsi, home page əsas səhifədir və yadda saxlayaq ki, istənilən veb brauzeri yüklənərkən susma rejiminə görə ilkin olaraq adətən index.html adı ilə açılmış olur. Test tapşırıqlarını təbii ki, ev tapşırığı kimi götürürsünüz. Gəlir hipermətn nişanlanma dili. Ümumiyyətlə, Hypertext Markup Language hipermətn nişanlanma dili. Biz danışdıq, hipermətni yaradan Ted Nelson'dır. Amma HTML dilinin yaradıcısı Tim Berners-Lindir. HTML dilində yaradılan faylın uzantısı HTML kimi qeyd olunur. Burada açılmış bir HTML fayl sənədi var. Yadımızda saxlayaq ki, HTML-də taglər toplusundan istifadə olunur. Tag nədir? Gəlin bunu da işarələyək. Tag künc mötərəzədir. Sizin bu künc mötərəzədir deyirsiniz. Belə buradan yazacağam. Böyükdür, kiçikdir, belə. Taglər mətnin brauzerdə əks olunma qaydasıdır. Bu açılan tagdir. Bağlanan tagin isə qarşısında slash işarəsi olur. Buradan bilirik ki, bu artıq bağlanan tagdir. Daha sonra bütün HTML sənədlər nida.type ilə başlayır. Bunu yadda saxlayaq. HTML-da sənəd məntiqi olaraq iki hissəyə bölünür. Başlıq head, gövdə body hissəsinə. Yadda saxlayaq ki, başlıq sənəd haqqında əsas məlumatı, gövdə isə sənədin məzmununu bizə əks elətdirir. Bundan başqa biz yadda saxlamalıyıq ki, bir saniyə. Biz yadda saxlamalıyıq ki, HTML-da title tagi var, title. Əslində, bugün ilə dərsdə də dedim, title tagi nə iş görür? Biz buna baxaq. Əslində, Python proqramlaşdırma dilində də title var idi. Title cümlədə verilən bütün sözlərin ilk hərfin böyüyünə yazırdı sözün. Hər bir sözün ilk hərfi. Burada isə title'ın olması yadımızda qalsın ki, vacibdir. Çünki başlıq zonasında HTML sənədin adı olur. Məsələn, bura mən yazsam ki, web, düzdürmü? Title'ı bağlasam, bunun başlıq zolağında web.html olacaq. Çünki adıdır. Əks halda yazmasam, URL ünvan düşəcək. URL ünvan da biz demişdik də nədir? İnternet resurslarının yerləşdiyi ünvandır. Yəni biz istəmiriksə belə bir ünvan olsun. Adı olsun o hissədə, yəni həmin hissədə adın olmağı istəyiriksə, o zaman biz title tagindən istifadə etməliyik. Baxın, burada var. Dövlət İmtahan Mərkəzi title-dan verilib, amma title-sız veriləndə adi gəlib düşüb o hissədən. Bayaq qeyd elədim ki, index.html, home, about, contact, HTML kimi bunları da xətti, bunları da qeyd eləyərsiniz. Məzmun xəttinə uyğun olaraq istifadə olunur. Bundan başqa HTML-də taglər, başlıq tagləri, yəni səhifənin məzmunundakı başlıqlar, hərflərin yazılması H1-dən H6-ya qədər başlıqla verilə bilir. Ən böyük başlıq H1, ən kiçik başlıq isə H6-dır. Bir saniyə. Bunu burada göstərəcəm müəyyən bir simvolun üzərində. Baxın, H1 ilə simruq quşu verilir. Görürsünüz, böyükdür. H6 isə ən kiçikdir. Bundan başqa çox istifadə olunan, tez istifadə olunan taglər var burada. Birinci here tagidir. Fikir versinizsə, here tagi bağlanmır. Bir saniyə qələmi götürüm. Here taginin bağlanışı yoxdur. Təkcə bu deyil. Yadda saxlayırıq. Here tagidir. Bir də hələ ki img tagidir ki, bunlar bağlanmır. Gəldi ikinci paraqrafdır. Paraqrafları müəyyən etmək üçün istifadə olunur. Daha sonra bold. Qalın yazılış B. Görürsünüz, qalın yazır. Qalın yazılışın daha bir növü strongdur.
I italikdir, M də italikdir. Yəni bunların da ikisi kursiv yazır. U isə altından xətt çəkir. Halbuki burada da var indi o. Prosta bu hissədən bircə saniyə çəkir biraz aşağıya. U altından xətt çəkir. Elə burada da U idi. Burada nümunələr var. Yəni burada göstərir ki, yadda saxlayın ki, əziz müəllimlər, əziz abituriyentlər, bir TEQ-dən, belə deyək də, həm Bolt-dan, həm digərlərindən istənilən sayda istifadə eləmək olar. Yəni bir hansısa sözdə, cümlədə bir neçə TEQ-i eyni arada istifadə etmək olar. Burada nəyə diqqət edirik? Bunu da bir qeyd edəlim. Burada baxın buna. Deməli, məsələn, Qarabağ. Mən ən sonda açdığım teyq, baxın bir dənə. Bax, boldu yazmışam mı, unu yazmışam, eyni. Baxın, ilə burada baxın, birinci bunu bağlamalıyam. Düzmü? Daha sonra unu bağlamalıyam. Daha sonra bunu bağlamalıyam. Nə ilə açmışamsa, eyni zamanda burada da. İyni burada, bunda sonda. Diqqət edəcəyimiz, yəni məqam budur. Yəni bağlanış formasında diqqətli olun. Eyni zamanda bağlanan teqində forma olaraq forması həmişəlik yadınızda qalsın. Daha sonra gəlir siyahılar. Əsas məsələlərdən biridir. HTML-da siyahı üç növ olur. Birinci gəlir nizamlanmış. Nizamlanıb, adı üstündə sıralanıb, nömrələnib. Nizamı var, xüsusi nizam intizamı var, belə deyək də, nizamlıdır. Yəni qabağında bir, iki, belə. Amma nizamlanmamış nədir? Nişan qoyub qabağında. Yadda saxlayırıq, nizamlanmamış ul teqidir, hər ikisində lidir. Görürsünüz, qabağında belə qaliçkalar verib. Amma nizamlanmış ol teqi ilə verilir. Li onların elementin təyin edir. Eyni qaydadır. Yəni liləri eynidir. Sadəcə ul teqi ilə ol teqini qarışdırmayın. Ol əslində nömrə. O, nömrə. Oradan da yadda saxlaya bilərsiniz. Ul teqi də nömrələnməmiş olmuş olur. Bundan başqa üçüncü siyahı tipi nədir? Üçüncü siyahımızın tipi budur ki, bir saniyə. Üçüncü siyahı tipimiz izahlı siyahıdır. İzahlı siyahı izah edir, məzmunu izah edir. Deyil teqi ilə təsvir olunur, DT ilə izahı, DD ilə isə ümumi sözün təsviri təqdim etmək olur. Deməli, sözün təsviri DT, məzmunu isə DD ilə veririk. Deyil isə ümumi izahlı siyahının təyin etmə teqidir. Daha sonra davam edirik cədvəlin yaradılmasına. Biz bilirik ki, cədvəl mürəkkəb struktura malik bir komponentdir, sətir və sütunun kəsişməsindən ibarətdir. Cədvəli tek kimi daxil etmək üçün table teqindən istifadə olunur. Amma məsələ burada bundan ibarətdir ki, table əgər versəm, adi qaydada bircə saniyə, baxın table verir məzmunda. Kənar xətti yoxdur, cədvəl kimi verilə bilər, amma cədvəlin çərçivə xətti yoxdur. Yadda saxlayaq. Əgər cədvəlin çərçivə xəttinin olmağı istəyirəmsə, mütləq ona verməliyəm border atributu. Yadda qalsın, border atributu. Yazılış qaydası border bərabərdir. Dırnaqda 2, dırnaqda 5 nə verirsə o qiyməti. Border nə oldu? Kənar atribut olmuş oldu. Kənar atribut, yəni kənar xətti təyin edən atribut. Daha sonra qaydaq cədvələ. Cədvəl təyin edərkən table atributundan table teqindən istifadə edirik. Table teqinin border atributu kənar xətti təyin edir. Table'ın elementləri, sətirləri təyin edir. TR. TR sətir təyin edir. Table rows. TH sütun daxil edir. Eyni zamanda TD isə xanaların məzmunun təyin edir. TH və TD'nin fərqi nədən ibarətdir? Bir məqamı da diqqətinizə çatdırım. Bircə saniyə. Əgər fikir verirsinizsə burada, birinci sətrin 3 sütununda ad, soyad, şəhər. TH ilə verib. Fərq nədir? Baxın, bunlar bold yazılır. Eyni zamanda və bu cədvəl olsa,
Təhlükəsiz oldu. Bu bizim cədvəlimiz olsa fikir verin. Cədvəlin yazıları ilə eyni istiqamətdə deyil. Biraz arada yazılıb. Aha. Məsələn, rəngində də fərq var. Deməli, TH verəndə bold yazılır, həmişə başlıq kimi, atribut kimi verilir. Ona görə sütun başlıqların biz TH-la veririk. Əgər qalın yazıbsa, bold yazıbsa və ya baxın ortaya doğru düzləndirilibsə, sentra doğru biz ona TD ilə veririk. TH isə ümumi TD ilə verəndə qara bold yazılmır. TH isə sütun atribut kimi təyin edilmiş olur. Bu da əsas məqamlardan biridir. Yəni çox vaxt bunu qarışdırırlar, sual verirlər. Müəllim, orada TH niyə oldu? TD ola bilməzmi? Ola bilər. Əgər ad, soyad, şəhər eyni Anar Rəşidov, Şirvan kimi verilibsə, adi qaydada boldluğu yoxdursa, qalınlığı yoxdursa, orada o zaman istifadə etmək olar. Yəni heç kim sizə deyə bilməz ki, niyə belə etmisən və yaxud da ki, bu belə olmalı deyil. Daha sonra davam edirik biz. Əsas məqamlardan, mövzulardan biri olan veb səhifənin rəngi, qrafik faylın yerləşdirilməsi və istinadlar. Əsas məsələmiz. Yadımızda saxlayaq ki, veb səhifədə rəng dəyəri, ümumiyyətlə rəngin dəyəri ya 16-lıq kodla verilir, ya da biz deyirik ki, rəngin adı ingilis dilində yazılır. Ümumiyyətlə, rəngin fon rəngi, fona şəkil qoymaq, nə bilim, mətnin rəngi, istinadın rəngi, baxılmış istinadın rəngi, aktiv istinadın rəngi, istənilən halda bunların hər biri body taginin atribut dəyərlərini ifadə edir. Yadda saxlayaq. Deməli, burada yadda saxladığımız məqamlar nələrdir? Arxa fona şəkil, background, rəngdirsə BG kale. Rəngin dəyəri dedim necə verilir? 16-lıq kodla ya da ingilis dilində. Dırnağın içində yazacağım red, green, fərqi yoxdur. Mətnin rəngi text, istinadın rəngi link, aktiv istinad A-link, A-dan yad. Baxılmış istinad vizual, baxılıb gözlə. V-link kimi, keçid olunmuş istinad kimi yadımızda saxlayaq. Web səhifədə JPG, GIF, PNG formatlı fayllar da mövcuddur. Bizdə qrafik fayllar web səhifəyə img tagi ilə verilir və source atributu ilə. Yadda saxlayırıq ki, img tagi bayaq dedim bağlanmır. Bunun bağlanışı yoxdur. Yadımızda qalsın. Bundan başqa alt atributu şəklin adının, daha doğrusu onun hansı səbəbdən internetin zəifliyindənmi və yaxud da web səhifədə qrafik görüntü yüklənmədikdə onun özünü, məsələn, onun əgər özü orada yüklənmirsə, bir alt tagi ilə biz orada ifadə edirik ki, yeri görünsün, hansı qovluqdadır və yaxud da harda saxlanılır. Qrafik faylın ölçüləri mütləq eni, width hündürlüyü hic verilir. Bundan başqa Aligin atributu var burada. Aligin atributu nədir? Baxın, Aligində 5 dənə Aligin atributun özün 5 forması topdur, buttondur, middle'dır, left'dir, right'dir. Aligin istiqamət də əslində, yəni hansı belə də istiqamətdə yerləşir mətn cədvəlin içində və yaxud da mətnin içində o söz hansı istiqamətdə yerləşib onu göstərir. Burada bir məqamda var bircə saniyə. Width-in və hündürlüyün verilməsi. Məsələn, belə bir şəkil verilib burada. Deməli, width bərabərdir dırnaq işarəsində 300 və yaxud da dırnaq işarəsində 500 fərqi yoxdur. Onun yazılış qaydası necədir? Onu yadda saxlayırıq. Dedik ki, web səhifələr başqa səhifələrə keçid kimi veriləndə bu adlanır istinad. İstinad necə yazılır? Baxın, A hərf. İstinadın yolu, sonra A. Yadımızda qalsın. Burada əsas diqqət edəcəyiniz məqam budur. Əgər istinad lokal kompüterdə olduğu sayt, nə bilim, digər səhifələrinə istinad edilibsə, sadəcə verilir və HTML verilir. Biz onu necə bilə bilərik internetdə istinadlı HTTPS-nə? Yadda saxlayırıq. Əgər harada HTTPS gördük, bilirik ki, bu internetdə web sayta, web səhifəyə, yəni qlobal səhifəyə keçiddir. Harada gördük ki, adi qaydada HTML-ın adını görmüşüksə, deməli web səhifəyə keçid edib, amma HTTPS yoxdur deyə bilirik ki, bu
adi lokal kompüterdədir. Daha sonra qrafik fayl keçididir. Qrafik fayl pencedən tanıyırıq, musiqi faylını tanıyırıq. Eyni zamanda burada hansısa fayl haqqında da video hid hündürlüyü, eyni zamanda istinadını da göstərmiş olub. Bir iki məqam qeyd edim buradan. Bir tegimiz var, BR tegi, BR. BR tegi həm də bağlanan teqdir bu arada, BR. Yadda saxlayırıq ki, enteri əvəzləyir, yeni sətrə atır. Məsələn, müəyyən bir cümlə yazıram, BR yazıram qabağında, o deməli növbəti sətrə düşəcək. Bunu yadımızda saxlayaq. Bundan başqa bir-iki məqamlar var ki, hansı ki, biz teqlər haqqında danışdıq, teqlərin verilməsi, body, HTML teqi də HTML ilə başlayır, bunlar haqqında danışmışıq. Əsas yadınızda saxlayın siyahıları, siyahıların ümumən siyahı yadda qalsın ki, 3 cür olur. Onunla necə veririk, onunla necə siyahı təyin edirik, bunların hər birini bilmək məcburiyyətindəyik. Aligin atributunda dedik ki, topdur, bottomdur, middle'dır, leftdir, rightdir, qiymətləri, dəyərləridir. Yəni, bunları rahat mənimsədik məncə. Sonra tekstdən mətnə rəng verəndə biz dedik ki, necə veririk o rəngi? Mütləq yadımızda saxlayırıq ki, ya ingilis dilində rəngin adını yazırıq, ya da ki, məsələ nə idi? 16-lıq kodunu vermiş oluruq. Burada daha sonra burada məncə bir şey qalmır. BR teqini də qeyd elədim. HR teqi, HR teqi üfüqi ayrıcı xətt idi, P paraqraf idi. Daha sonra burada bir dənə də məsələmiz qaldı fontla bağlı. Font teqi şriftin ölçüsün, bax font. Yadımızda qalsın, font, bu font haqqında yoxdur. Font teqi nəyi bildirir? Burada size ölçüsü, kaləsi və feyzi atributlarından istifadə olunur. Size ölçüdür, rəngidir kalə, tipi feyzdir. Dəyişmək üçün istifadə olunur. Məsələn, yazıram ki, font səliqəsiz yazdım. Font size bərabərdir 4 dırnağın içində. Bu nəyi bildirəcək? Şriftin ölçüsünün 4 olmağın. Həmçinin text, link, a-link, v-link bunlar haqqında da danışmış olduq. Bir dənə də belə bir məsələmiz var ki, Pythonda var idi şərhlər. Yadımızda saxlayırıq, HTML-da da şərh yazmaq olur. İkinci mötərəzzə, nida, daha sonra alt çizgi, yenə alt çizgi, ikinci mötərəzzə bağlayırıq. Deməli, biz deyirik ki, bunun daxilində yazılan hər bir şey icra olunmur. Bu olur şərh. Şərhlər. Şərhlər də beləcə verilmiş olur. HTML dili haqqında da bu qədər. Bizim orada bir məlumatımız var. İlk dəfə Azərbaycanda sayt 1995-ci ildə, dünyada isə Cerem firması tərəfindən 1990-cı ildə yaradılıb. Bunu da məlumat xarakterli yadda saxlayın. Buradan deyə biləcəyim sizə bu qədər məlumat. Testlərin yazın. Növbəti video izahda görüşənədək diqqətiniz üçün minnətdaram. Nələr və yaxud da hansı mövzuların izahının olmasını istəyirsinizsə, mütləq qeyd edin şərhlərdə. Həmin mövzulara da vaxt etdikcə yer verək. Sağ olun, növbəti video izahda görüşənədək.